Zərdabda bədbəxt hadisə baş verib. Belə ki, 62 yaşlı kişi su kanalında bataraq ölüb. Hadisə rayonun Qoşaoba kəndi ərazisində keçən su kanalında qeydə alınıb. İlkin məlumata görə Təzəkənd kənd sakini Təhlə Qocaoğlu Mustafayev iyulun 4-də yaşadığı evdən çıxaraq işə gedib. Lakin geri qayıtmayıb. Yaxınları onun evə dönməməsindən narahat olaraq axtarışlara başlayıblar. Axtarışlar zamanı mərhumun oğlu atasının meyitini Qoşaoba kəndi ərazisindən keçən su kanalında aşkar eləyib. Məlum olub ki, Təhlə Mustafayev axşam saatlarında işdən evə velosipedlə qayıdarkən ehtiyatsızlıq nəticəsində su kanalına yıxılıb və hadisə yerində həyatını itirib. Hadisə yerinə aidiyyatı qurumun əməkdaşları dəvət olunub. Meyit sudan çıxarıldıqdan sonra müvafiq ekspertiza üçün məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib. Hadisəni bir telefonla zəng elədilər ki, bəs durma gəl, qardaşın gedib. Ölüb. Dedim, axımı olma, dedim, yağmur yağdı yəni. Gəldim yürümə yolda, maşınlar dayanıb, hamı tökülüb. Maşın tulladım, yolun ortasına yürüdüm. Gördüm, skoriya şey deyib. Canım, biraz da mən özümü öldürdüm, nə halim öldüm. Su altına düşüb də. Hadi kanal var, yeçə kanal var, kanalla qamışdı. Düşüb belə kanaldır da, yeçə kanal. Düşüb ora. Kimlənsə belə rəqabəti falan oldu? Yox, heç kimlə oldu. Yetimin kimlə şey var. Dedilər velosipedlə mi oldu? O yer sevetin olub da, yer seveti sürüncü bir yağın. İşdən gəldim işdən. İndi hardan gəlim, nə bilim. 30 ildir mənlə o qoşudur, yaxşı qoşu olub, mehriban qoşu olub, bu boyda kətdə ad qazanıb, hörmət adı sanı qazanıb, Allah haqqı, Quran haqqı, yaxşı qanacaqlı, mərifətli, tərbiyəli oğlu, qızı, nəvəsi, gəlini. Necə eşitdiniz bu hadisəni? Bu hadisəni mən bu günlərim eşitdim ki, gecə saat 11-də işdən gəldiyi yerdə yıxılıb su kanalına. Sabah-sabahda öz oğlu tapırdı. Ta yolda məsələn kiməsə maşınla vursun, nağarsın, işdən gəldiyi yerdə düşüb su kanalına elə boğulur. Sabah-sabahda 10-11 ərazisində öz oğlu tapır. Hazırda faktla bağlı araşdırma aparılır. Aqil Əsədov, İranə Novruzzadə, Gün TV.